Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən Cənubi Azərbaycan 2-ci Dünya müharibəsi illərində mövzusudur. İran 1925-1979-cu illərdə Pəhləvilər sülaləsi tərəfindən idarə edilmişdir. 2-ci Dünya müharibəsi dövründə İranda Rıza Şahın hərbi diktaturası hökm sürürdü. 2-ci Dünya müharibəsi başlayarkən İran açıq-aşkar faşistpərəst mövqe tuturdu. Bir növ İran ərazisi Almaniyanın əl altısına çevrilmişdi. Bu da böyük dövlətlərin narazılığına səbəb olmuşdu. Bu dövrdə 1941-ci ilin avqustunda SSR və Böyük Britaniya qoşunları İran ərazisinə daxil oldular və beləliklə Böyük Britaniya tərəfindən, İngilislər tərəfindən ölkənin cənub, Sovet əsgərləri tərəfindən isə ölkənin şimal torpaqları işğal edib. Həmçinin Azərbaycanın cənub torpaqları da Sovet qoşunlarının hakimiyyəti altına keçdi. 1991-ci ilin sentyabrında artıq demokratik qüvvələr və İngiltərənin təzyiqi ilə artıq Rıza Şahı istefa verdi. Bunun nəticəsində Rıza Şahın hərbi diktaturası sona çatdı. Və ölkədə Rıza Şahın oğlu Məhəmməd Rıza şah elan edildi. Bunun nəticəsində Rıza Şahın hərbi polis rejimi iflasa uğradı. Artıq bu dövrdə bəzi dəyişikliklər də baş verdi. Konstitusiyada olan bəzi düzəlişlər bərpa edildi. Real hakimiyyət, parlament və hökumətə keçdi. Konstitusiyaya edilən düzəlişlərə əsasən Cənubi Azərbaycanda milli azadlıq və demokratik hərəkat üçün əlverişli şərait yarandı. Artıq bu dövrdə həbsdə olan siyasi məhbusların həbsdən buraxılması, siyasi azadlıqların qismən bərpa edilməsi milli demokratik hərəkatın inkişafına təkan verən amillər sırasına daxildir. Cənubi Azərbaycanda 1941-1946-cı illərdə milli demokratik hərəkat baş vermişdir. 1941-1946-cı illərdə. Milli demokratik hərəkat 3 mərhələyə bölünür. Milli demokratik hərəkatın birinci mərhələsi 1941-ci ildən 1945-ci ilin yayına qədər olan dövrdür. Demokratik hərəkatın ikinci mərhələsi 1945-ci ilin yayından 1945-ci ilin dekabrın 12-sinə qədər olan dövrdür. Üçüncü mərhələ isə 1945-ci ilin dekabrın 12-sindən 1946-cı ilin 12 dekabrına qədər olan dövr isə Milli Azadlıq Hərəkatının, Milli Demokratik Hərəkatının üçüncü mərhələsidir. Milli Demokratik Hərəkata Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi. Demokratik hərəkatın birinci mərhələsi bildirdi. 1941-1945-ci illəri əhatə edir. Bu zaman Təbriz Ümumi İran Demokratik Hərəkatının əsas mərkəzinə çevrilmişdir. Ümumiyyətlə, bütün dövrlərdə İran ərazisində baş verən inqilabi hadisələrdə Təbriz mühüm rol oynamışdır. İlk vaxtlar inqilab baş verən Milli Demokratik Hərəkat körtəbi xarakter daşıyırdı, körtəbi çıxışlar baş verirdi. Sonraki dövrdə müxtəlif mədəni maarif müəssisələrinin, müxtəlif partiyaların rəhbərlik etməsi nəticəsində artıq bu dövrdəki Milli Azadlıq Hərəkatı geniş şəkildə ümumilli xarakter daşımağa başladı, mütəşəkkil xarakter almağa başladı. Artıq Cənubi Azərbaycan, xüsusilə də Təbriz şəhəri Ümumi İran Demokratik Hərəkatının əsas mərkəzlərindən birinə çevrildi. Bu dövrdə Şimali Azərbaycandan Cənubi Azərbaycana göndərilən partiya və sovet işçisi, ədəbiyyat, incəsənət, elm xadimlərinin də nailiyyəti sayəsində bu dövrdə Milli Demokratik Hərəkat daha coşqun mərhələsinə qədəm qoydu. Daha sürətlə inkişaf etməyə başladı. Demokratik hərəkatın ikinci mərhələsi 1945-ci ilin yayından 1945-ci ilin dekabrın 12-sinə qədər olan dövrü əhatə edir. Artıq 1945-ci ilin yayında beynəlxalq vəziyyətlə bağlı demokratik hərəkatın ikinci mərhələsi başladı. İkinci Dünya müharibəsinin sonlarına yaxın böyük dövlətlər İran məsələsində fikir ayrılıqlarına gəldilər. Bu da hələ Soyuq müharibəsinin ilk əlamətləri İran məsələsində
özünü biruzə verdi. Bu dövrdə Cənubi Azərbaycanda və İranda iri torpaq sahibləri, ticarət burjuyaziyası demokratik hərəkatın qarşısını almaq üçün bir sıra tədbirlər görməyə başladılar. Hətta onların səyi nəticəsində silahlı dəstələr yaradıldı. Bu silahlı dəstələr terror hadisələri törətməyə başladılar. Bu dövrdə köçəri tayfalarla etnik toqquşmalar baş verdi. Bu da demokratik hərəkatın ikinci mərhələsi dövrünə aiddir. Bu dövrdə 1945-ci ilin sentyabrında artıq Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokratik Firqəsinin, yəni Azərbaycan Demokratik Partiyasının yaradıldı. Seyid Cəfər Pişəvəri sədr seçildi. Azərbaycan Demokratik Firqəsinin, yəni partiyası artıq silahlı fədai dəstələri yaratmağa başladılar. Fədai dəstələri bundan əvvəlki dövrdə də yaradılmışdı. Artıq bu demokratik hərəkatın ikinci mərhələsində Demokrat Partiyanın Azərbaycan qəzeti ana dilində nəşr olunmağa başladı. Bu da mühüm hadisələrdən biridir. Bu Azərbaycan Demokratik Partiyasının yaradılması bəyanatında nələr qeyd olunurdu? Bunlar əsasən İranın tərkibində Cənubi Azərbaycana ərazi muxtariyyətinin verilməsini istəyirdilər. Siyasi həyatın demokratikləşdirilməsini tələb edirdilər. Həmçinin bu dövrdə bunların əsas tələblərindən biri də iqtisadi islahatların keçirilməsidir. Bir daha təkrar edin, hansı tələbləri irəli sürdü? 1. Cənubi Azərbaycana İranın tərkibində ərazi muxtariyyət verilsin. 2. Siyasi həyatın demokratikləşdirilməsini tələb edirdilər. 3-cü əsas məsələ isə iqtisadi islahatın keçirilməsini tələb edirdilər. 1945-ci ilin oktyabrında Azərbaycan Demokrat Partiyasının birinci qurultayı keçirildi. Burada partiyanın nizamnaməsi qəbul edildi, partiyanın rəhbər orqanları yaradıldı. Həmçinin Seyid Cəfər Pişəvəri Mərkəzi Komitənin sədri seçildi. Burada qərara gəldi ki, siyasi mübarizənin genişləndirilməsi haqqında qərar qəbul edildi. Bu da mühüm əhəmiyyətli məsələlərdən biridir. Bütün şəhərlərdə, Cənubi Azərbaycanda olan bütün şəhərlərdə yeni hakimiyyət orqanlarının yaradılması haqqında da qərar qəbul edildi. 1945-ci ilin noyabrında Azərbaycan Xalq Konqresi özünü Müəssisələr Məclisi elan etdi. Müəssisələr Məclisi də işə başlamaq üçün Milli Məclisin çağırılması, milli hökumətin yaradılması haqqında qərar qəbul etdi. 1945-ci ilin noyabrında Milli Məclisə seçkilər keçirildi. Nəhayət, Cənubi Azərbaycanda İnqilabın ən yüksək zirvəsi hərəkatın 3-cü mərhələsidir. Hərəkatın 3-cü mərhələsi 1945-ci ilin dekabrın 12-sindən 1946-cı ilin 12 dekabrına qədər olan dövrdür. Bu dövr demokratik hərəkatın 3-cü mərhələsi hesab edilir. 1945-ci ilin 12 dekabrında Milli Məclis işə başladı. Milli hökumət yaradıldı. 12 dekabrda baş verən hərəkat Cənubi Azərbaycan tarixində, İran tarixində 21 Azər hərəkatı kimi tarixə daxil olmuşdur. Milli hökumət kimlərdən ibarət idi? Milli hökumət 10 nazirlikdən ibarət idi, ali məhkəmədən ibarət idi və baş prokurorluqdan ibarət idi. Bunlar əsasən hansı məsələni yenə də iddia qaldırırdılar? Yenə də əsas məsələ kimi ərazi muxtariyyətinin verilməsini başlıca əsas prinsiplər hesab edirdi. Milli hökumət yaradıldıqdan sonra bir sıra tədbirlər gördü. Milli hökumətin üzərində duran ilk vəzifələrdən biri də yeni inzibati ərazi orqanlarının, yəni əncümənlərin yaradılmasından ibarət edir. Bunun nəticəsində şəhər, qəsəbə və kənd yerlərində yeni inzibati orqanlar fəaliyyətə başladı. Bu da mühüm əhəmiyyətli hadisələrdən biridir. Milli hökumətin qarşısında qoyduğu ən əsas məsələlərdən biri də milli mədəniyyətin inkişaf etdirilməsi məsələsidir. Bunun nəticəsində 1946-cı ilin yanvarında dil haqqında qanun qəbul edildi. Bu dil haqqında qanun qəbul edildi və məktəblərdə tədrisin ana dilində aparılması haqqında qərar qəbul edildi. Həmçinin dərsliklər ana dilində nəşr edilməlidir. Milli azlıqlara da öz dillərində məktəblərdə istifadə etmək hüququ verilirdi. Bu da
mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri idi. 1946-cı ilin fevralında digər bir qanun qəbul edildi. 1946-cı ilin fevralında aqrar qanun qəbul edildi. Burada nə nəzərdə tutulurdu? Burada kəndlilərə torpaq sahələrinin verilməsi nəzərdə tutulurdu və bunun nəticəsində kəndlilərə hansı torpaqlar verildi? Bir, dövlət mülkiyyətində olan torpaqlar, dövlət mülkiyyətində olan torpaqlar verildi. Bir də bu ərazini tərk etmiş mülkiyyətçilərin, mülkədarların torpaqlarının bir hissəsi də bunlara verildi. Bu da kənd təsərrüfatının inkişafına mühüm təsir göstərən amillərdən biridir. 1946-cı ilin mayında əmək haqqında qanun qəbul edildi. Bunun nəticəsində fəhlə və qulluqçuların iş şəraiti yaxşılaşdırıldı. Həmçinin fəhlələr işləyən müəssisələrdə həmkarlar ittifaqı yaradıldı. Həm bunun nəticəsində də həmkarlar ittifaqı işçilərin işinə nəzarət edildi. Daha doğrusu müəssisələrin işinə nəzarət edildi. Bunun nəticəsində əmək haqqında qanun da fəhlə və qulluqçuların həyat səviyyəsinin yaxşılaşdırılması üçün mühüm təsir göstərən amillərdən biri oldu. 1946-cı ilin iyununda Təbriz şəhərində universitet də fəaliyyətə başladı. Bu da mühüm mədəni tədbirlər sırasına daxildir. Artıq Cənubi Azərbaycandakı milli demokratik hərəkatı yatırmaq üçün 2-ci Dünya müharibəsindən sonra İran hökuməti bir sıra tədbirlər gördü. Cənubi Azərbaycanda həyatın demokratikləşdirilməsi və milli hökumətin tədbirləri artıq Şah hökumətini ciddi şəkildə narahat edirdi. Ona görə də 1946-cı ildə Şah hökuməti demokratik hərəkatı yatırmaq üçün bir sıra tədbirlər görməyə başladı. Pəhləvilər sülaləsi ABŞ və İngiltərənin vasitəsilə Birləşmiş Millətlər Təşkilatında İran məsələsinə baxılmasına nail oldu. Bu dövrdə Şah hökuməti Sovet qoşunları ilə də danışıqlara başladı və Sovet qoşunlarının İrandan çıxarılması haqqında müqavilə imzalandı. Müqavilə əsasən İranın şimalında neft hasilatı genişləndirildi. Stalin Sovet qoşunlarını İrandan çıxarılması haqqında qərar qəbul etdi. Artıq 1946-cı ilin sonlarında Şah hökumətinin qoşunları Cənubi Azərbaycan ərazisinə daxil oldu. Şah qoşunları ilə fədailər arasında döyüşlər baş verdi. Artıq Şah hökuməti bir sıra üstünlüklərə nail olmağa başladı. 1946-cı ilin dekabrın 11-də Seyid Cəfər Pişəvəri Sovet İttifaqına mühacirətə gəlməyə məcbur oldu. Milli hökumətin rəhbərləri dəyişdirildi. Bunun nəticəsində milli hökumətin rəhbərlərinin dəyişilməsi nəticəsində artıq bunlar müqaviməti dayandırdılar. 1946-cı ilin dekabrın 12-sində İran qoşunları Təbrizə daxil oldular. Bunun nəticəsində Cənubi Azərbaycanda 1941-1946-cı illəri əhatə edən Milli Demokratik Hərəkat məğlub oldu. Milli Demokratik Hərəkat yatırıldı. Azərbaycan Demokratik Partiyası və Milli Hökumətin bir sıra rəhbərləri edam edildi. Minlərlə şəxs həbs edildi. Həmçinin bunlar bəziləri güllələndi, bəziləri isə xaricə mühacirət etmək məcburiyyətində qaldılar. Hərəkat xarici amillərin təsiri nəticəsində məğlub oldu. 1947-ci ildə Seyid Cəfər Pişəvəri Şimali Azərbaycanda Gəncədən Yevlaxa gedən yol üzərində müəmmalı şəkildə vəfat etdi. Avtomobil qəzası nəticəsində. 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən inqilabi hərəkat məğlub olsa da, bu Cənubi Azərbaycan xalqını mütəşəkkil bir xalq kimi formalaşmasına müsbət təsir göstərdi. Bu dərsimizlə bağlı bu qədər.